Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə iclası şahid ifadələri ilə davam edib. Hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid Samirə Quliyeva qonşular vasitəsilə hadisədən xəbər tutduğunu bildirib. Onun sözlərinə görə uşaqlar əvvəlcə analarının öldüyünü deməyiblər. Təqsirləndirilən şəxsin qardaşı uşaqları parka gəzməyə aparanda onlara ananız mələk olub göy uçdu deyib. Qaydanda isə uşaqlardan biri nənəsinə mən anamın öldüyünü bilirəm deyib. Mərhumun anası Samirə Quliyeva bildirib ki, uşaq həmin gün oyananda atasının anasının boğazında oturduğunu görüb. O atasından nə etdiyini soruşduqda isə Ziyəddin anasının ürəyinin getdiyini bildirib. Təqsirləndirilən şəxs qızına onu ayıldıram, get başını qoy yat deyərək uşağı otaqdan çıxarıb. Samirə Quliyeva təqsirləndirilən şəxsin qızına zülm verdiyini və onu işgəncə ilə öldürdüyünü qeyd edib. O Ziyəddinin layiqli cəza alınmasını tələb edib. Növbəti proses şahid ifadələrinin dinlənilməsi üçün 10 aprelə təyin olunub. Xatırladaq ki, Ziyəddin Quliyev 2025-ci ilin aprelin 20-sində Bakının Əhmədli qəsəbəsində ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməkdə ittiham olunur. O hadisədən sonra könüllü polisə təslim olub. Ziyəddin Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.